Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və müəllim olmağa hazırlaşan miqçilər. Bugün mən sizə Tarix 2024 kitabından təlimdə metakognitiv bacarıqların formalaşdırılması mövzusu haqqında danışmaq istəyirəm. Biz metakognitiv bilik haqqında məlumatlıyıq. Onu da deyim ki, sizə metakognitiv bacarıqlar çərçivə sənədindən yeni gəlmiş mövzudur. Yəni, tam 2023-də olmayıbdır. Tam 2024-dən biz bu haqda keçməyə başlayırıq. Əvvəlcə gəlin metakognitiv sözünün izahına baxaq. Metakognitiv sözü ümumiyyətlə meta özünə yönəlik bir sözdür. Meta yəni özünə, kognitiv isə özünü dərk deməkdir, idrakdır. Ümumiyyətlə kognitiv sözünün mənası idrak deməkdir. Yəni özünü idrak etmək, özünü dərk etməkdən söhbət gedir. Biz demişdik ki, metakognitiv bilik biliyin ən üst formasıdır. Niyə? Şagird özü haqqında tam məlumatlı olur. Bugün isə metakognitiv bacarıqları necə formalaşdırmaq lazımdır? Ümumiyyətlə, onlar formalaşarkən hansı mərhələlərdən keçir? O haqda danışacağıq. Metakognitiv bacarıqlar dedikdə özünü monitoring, özünü tənzimləmə və özünü qiymətləndirmədən söhbət gedir. Metakognitiv bacarıqlar sadə bacarıqlar olaraq mürəkkəbə doğru dəyişir. Yəni, özünü monitoring, özünü tənzimləmə və özünü qiymətləndirməyə qədər neyniyir? Yüksəlir. İlk olaraq metakognitiv bacarıqlardan özünü monitoring formalaşmağa başlayır. Nədir özünü monitoring? Özünü monitoring, yəni adından da bəllidir, özünün inkişafını izləmək. Yəni şagird öz inkişafını izləyərək özünü monitoring edir. Gəlin görək özünü monitoring necə baş verir. Özünü monitoring zamanı şagird dərs zamanı, idrak fəaliyyəti zamanı və yaxud da fərqi yoxdur, başqa bir fəaliyyət zamanı davranışlarını, fəaliyyətini müşahidə edir və izləyir. Və burada şagird özünü nəzarət etməyə cəhd etmir. Sadəcə özünü tanımağa cəhd edir. Bu zaman əsas komponentlər hansılardır? 3 əsas komponenti var özünü monitoringin. Birinci komponenti müşahidədir. Yəni şagird özünü müşahidə edir. Nəyi necə etdiyini, fəal şəkildə diqqət yetirir, istəyir günlük, istəyirsə şəxsi həyatında, peşəkar fəaliyyətində öz davranışlarının necə olduğunu, nələrin baş verdiyini diqqət edərək özünü müşahidə etməyə başlayır. İkinci komponenti isə agah olmaqdır. Agah olmaq nə deməkdir? Yəni şagird artıq tapşırıq və öyrənmə zamanı nə baş verdiyini bilir və özü haqqında artıq məlumatlıdır, yəni özündən agah olubdur. Hər hansı bir fəaliyyəti zamanı nəyi bilib bilmədiyini, nə də zəif, nə də güclü olduğunu artıq məlumatlı olmağa başlayır. Rəy isə şagirdin müəllimdən və sinif yoldaşlarından, eyni zamanda ailəsindən də ola bilər, aldığı rəylərlə özü haqqında rəy alaraq neyniyir? Özünü monitoring edə bilir. Sanki özünü monitoring bilirsiniz nədir? Sanki şagird özünü tanıyır. Yəni özünü tanımaq nə barədə? Özünün idrak prosesi bağlı məlumatlı olur, özünün davranışından bağlı məlumatlı olur, özünün fəaliyyəti ilə bağlı məlumatlı olur və s. Rəy çox önəmlidir bu mərhələdə. Niyə rəy çox önəmlidir? Gəlin belə deyək, biz böyük insanlarıq, müəllimik, müəyyən bir fəaliyyətimiz belə deyək, müəyyən bir peşəkarlığımız var. Amma tutaq ki, hər hansı bir tədbirdə mənə çıxış verilibsə, mən çıxış edib gələndən sonra özümə yaxın bildiyim müəllim yoldaşlarımdan soruşuram ki, necə çıxış elədim, həyəcanım hiss olunmurdu, cümlələrin başa düşülənidimi və s. Onlardan aldığım rəylərlə mən özümü nə edirəm? Monitoring edirəm. Eyni şey də şagirddə baş verir. Şagird digər şəxsdən aldığı rəy, şifahi və yaxud da yazılı formada aldığı rəylərlə özü haqqında nə edir? Məlumatlı ola bilir. Aha, bu oldu nə? Bu oldu özünü monitoring mərhələsi. İkinci mərhələmiz özünü tənzimləmədir. Burada artıq şagird özünü tanıyır və özünü tənzimləməyə çalışır. Yəni öz fəaliyyətini nəzarətdə saxlamağa çalışır və çalışır ki, fəaliyyəti, onun öyrənmə fəaliyyətində baş verən hadisələrdə uğurlu bir fəaliyyəti olsun. Özünü tənzimləmənin də bir neçə komponentləri var. Birinci komponenti məqsədin müəyyən edilməsidir. Baxın, şagird özünü tanıyır. Harada zəif, harada güclü olduğunu bilir, davranışı haqqında məlumatlıdır və artıq qərar verib ki, mən özümü tənzimləməliyəm. Çünki istəyir ki, effektiv bir nəticəsi olsun. Bu zaman birinci məsələ məqsəddir. Şagird nə edir? Özünə məqsəd müəyyənləşdirir. Yəni, məqsəd qoyur ki, mən nə etməliyəm?
Amma məqsəd mütləq əldə edilə bilən bir məqsəd olmalıdır. Yəni, mənim məqsədim nədir? Mən öz davranışımı, fəaliyyətimi nəyə görə nəzarətdə saxlamalıyam? Hansı istiqamətə tənzimləməliyəm? Bu, əsas komponentdir, birinci komponentdir. Yəni, özünü tənzimləmənin birinci komponentidir. Özünü tənzimləmənin ikinci komponenti planlaşdırmadır. Yəni, şagird bu məqsədə nail olmaq üçün bir strategiya qoyur özünə. Bir plan cızır. Məsəl üçün, plan cızır ki, mən həftənin falan günləri riyaziyyat oxuyacağım və yaxud da ki, test işləyəcəm və yaxud da ki, müəllimin izahlarını dinləyəcəm və s. Müəyyən bir strategiya cızır, plan cızır və bu plan şagirdin işini səmərəli idarə etməsinə dəstək olur. Ümumiyyətlə, bilirsiniz ki, plansız işin səmərəsi o qədər də yüksək olmur, amma planlı görülmüş işin həmişə səmərəsi necə olur? Yüksək olur. Üçüncü komponenti isə emosional tənzimləmədir. Mən deyərdim ki, emosional tənzimləmə ən önəmli bir mərhələdir, ən önəmli bir komponentdir. Niyə? İndi gəlin görək, niyə emosional tənzimləmə ən önəmli komponent hesab olunur. Ona görə ki, insanın özünün emosiyalarını idarə edilməsi çox önəmlidir. Misal üçün, nə isə öyrənməyə çalışırsan, öyrənirsən, sonra test işləyirsən, görürsən ki, sən bunu 30% öyrənmirsən. Əgər burada ruhdan düşürsənsə, bu sənə öyrənmə prosesində nə edəcək? Mane olacaq. Ona görə də mütləqdir ki, şagird özünü nə edə bilsin? Emosional, istəyir şagird, istəyir böyük fərqi yoxdur. Emosional idarə edə bilsin. Deməli, əsas mərhələlərdən biri də nə oldu? Öyrənmə prosesinin axıcı və rahat olması üçün emosiyalarımızın idarə olunması, əzmli olmaq, ruhdan düşməmək, özünü daxilən motivasiya etmək, harada əsəbləşmək lazımdır, harada hansı sözü demək olar, demək olmaz, bunlara fikir vermək və s. emosiyalarını nəzarətdə saxlamaq. Digər komponent uyğunlaşmadır, dördüncü komponent. Uyğunlaşma nədir? Ola bilər ki, şagirdin planı da var, məqsədi də var, strategiyası da var, emosiyalarını idarə edir, lakin müəyyən şərtlər dəyişir. Müəyyən şərtlər dəyişir və yaxud da ki, alınan rəylərdən görür ki, yox, onun seçdiyi strategiya heç də effektiv deyil. Ona kənardan rəylər gəlir ki, sən strategiyanı belə etsən daha yaxşı olar, planlamanı bu cür etsən daha yaxşı olar. Və şagird artıq alınan rəylər və dəyişən şəraitə uyğun olaraq nə edir? Uyğunlaşır. Yəni, şagird hansısa fəaliyyəti zamanı alınan rəylərə görə davranışlarında, istifadə etdiyi üsullarda, strategiyasında nə edir? Dəyişiklik edir. Bu da oldu nə mərhələsi? Bu da oldu özünü tənzimləmə mərhələsi. Bizim üçüncü bacarığımız və ən üst metakognitiv bacarığımız olacaq özünü qiymətləndirmə. Özünü qiymətləndirmə artıq şagird həm özünü monitorinq edibdir, həm özünü tənzimləyibdir və son nəticə olaraq özünü qiymətləndirməyə çalışır. Çalışır yox, yəni özünü qiymətləndirmə mərhələsinə keçir. Bu mərhələlər planlaşdırılmış şəkildə deyil. Bunlar elə biri bitdiyində digəri başlayır. Çünki bu cür olmalıdır. Birinci özünü tanımalısan, sonra qarşına məqsəd qoymalısan, o məqsədi reallaşdırmalısan, sonra da aldığın nəticəni qiymətləndirməlisən. Qiymətləndirmədə də iki əsas komponent var. Biri qiymətləndirmədir, digəri isə refleksiyadır. Yəni, qiymətləndirmə, özünü qiymətləndirmə haqqında biz qiymətləndirmə mövzusuna danışırıq. Şagird öz işini, öyrəndiyinin keyfiyyətini qiymətləndirir. Bunun haqqında müəyyən mühakimə yürüdür. Fəaliyyətinin keyfiyyəti haqqında qiymətləndirmə meyarları əsasında fikir bildirir və s. Və nəticədə şagird özünü qiymətləndirmiş olur. Refleksiya isə şagirdin nəyi nə dərəcədə öyrəndiyini refleksiya etməkdir. Özünü qiymətləndirmə zamanı adətən refleksiya baş verir. Çünki sən özünlə sanki daxili bir diyaloqda olursan və nəyi necə öyrəndiyini, nəyi nə dərəcədə bilib-bilmədiyini, sənin strategiyanın, sənin fəaliyyətin hansı istiqamətlərdə effektiv, hansı istiqamətlərdə isə effektsiz olduğunu nə edirsən, bilirsən. Özünü qiymətləndirmə də şagirdin davamlı olaraq nəyi necə öyrəndiyini, hansı məsələləri daha da təkmilləşdirməli olduğunu və öz fəaliyyətini davamlı olaraq nə edir? Rasional şəkildə düşünərək, məntiqli şəkildə düşünərək təhlil edir və özünün üstün və çatışmayan cəhətlərini nə edir? Üzə çıxardır. Bu da olur özünü qiymətləndirmənin refleksiya komponenti. Ümumiyyətlə, bir cümlə ilə desək, metakognitiv bacarıqlar şagirdin müstəqil həm dərs fəaliyyətində, həm də müstəqil həyata atılanda şagirdin özünü
tənzimləməsində, özünü idarə etməsində, özünü hər hansı bir fəaliyyətində uğur qazanmasında çox önəmlidir. Belə deyə bilərik ki, həm özünü monitorinq, həm özünü tənzimləmə, həm də özünü qiymətləndirmə şagirdin öz fəaliyyəti haqqında məlumatlı olmaq, mühakimə yürütmək və refleksiya etməklə bağlıdır. Ümumilikdə bunlar deməli öz öyrənmə prosesini başa düşmək və onu nəzarətdə saxlamaq, eyni zamanda effektiv öyrənməyə gətirib çıxardan bacarıqlardır. Və mən düşünürəm ki, hər bir şəxsin metakognitiv bacarığı olmalıdır. Çünki metakognitiv bacarıq insanı uğura aparan yollardan mən deyərdim ki, birincisidir. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Bu mövzu ilə bağlı başa düşmədiyiniz nələrsə varsa, rəy bölməsinə fikir bildirsə çox sevinərəm.